başlayaq. Başlanğıclar hər zaman gözəldir. Məncə də. Qadın, kimsən sən? Güclüsən, ya zəifsən? Dözümlüsən, ya zərifsən? Axı kimsən? Axı kimsən? Mən qadınam, küləklə savrulan tuman. Hara düşsən, orada varam. Bəzən yaşıl çəmənlərdə çox gözəl bir gül çiçəyəm. Öz ətri ilə məni xoş edən bir laləyəm, bənövşəyəm. Bəzən qızmar səhralarda, qızmar günəşdən yanıram. Tək torpaqdan güc alıram. Bəzən isə bataqlıqda mən dirənən bir qamışam. Yaşam üçün savaşıram. Bəzən isə saraylarda bəsləyirlər gül tək məni. Xanımlığa layiq olan behiştəhli bir anayım. Bəzən isə 5 övladın sonsuz tənha anasıyam. Küçələri evim bilib, küçələrdə qalasıyam. Bəzən qəfəsə sığmayan, səmalarda qanat çalan, yerdən göyə mənə baxan, kimsə üçün qayğısızam. Üzdə arsız görünsəm də, iç dünyamda qəm daşıyam. Bəzən qəfəsə sıxılan, bu dünyaya oradan baxan, bir quşçuğaz yavrusuyum. Bəzən isə bir kişi üçün insanlıqdan mən kənaram. Döyülməyə, sevişməyə, hissiyatsız bir varlığam. Nə söyləyim? Mən qadın. Necə baxsam, elə varam. Necə baxsam, elə də varam. Həyatın hər hekayəsində bir qadın var. Bəlkə də daha doğru olardı ki, deyək ki, həyat özü bir qadın hekayəsidir. Bəs bu hekayəni kim yazır? Yazan niyə bu qədər ağır, acı mücadilə yazır? Hər qadın hekayəsində bir mücadilə var. Qadın varoluşdan bugünə qədər savaşır varlığı üçün, nəfəsi üçün, sadəcə yaşama haqqı üçün savaşır. Niyə? Nədən? Nədən bu savaşlar bu qədər ağırdır? Çünki bugünlərin kainatın iki əsas qütbü olan eril və dişilə baxsaq, bu savaşda qadın o qədər öz dişiliyini, qadınlığını, zərafətini arxa plana atıb ki, onun üçün sadəcə yaşamaq üçün gücünü göstərmək mücadiləsi qalıb. Niyə? Günah nədir? Günah kimdəndir? Nəyə görə qadın bu qədər yüklüdür? Bu yük bizə Həvvadan gəlir. Ta ən başından yaradılışdan Həvvanın cəzasını çəkir sanki. Axı belə deyilir. Əgər Həvva olmasaydı, o almanı yeməsəydi, nəfsinə uymasaydı, dünya bugün cənnət olardı. İnsanlıq həyatını cənnətdə davam edərdi. Nə qəribədir. Nə qəribədir. Bu yüzdən qadın hər zaman nəfsinə uyan, günahkar, bütün insanlığın başına gələn bəlaların səbəbkarı kimi görüldü. Görəsən doğrudan da belədir. Görəsən doğrudan da o almanı yemək günah mıydı? Əlbəttə yeri göyü yaradan, kəramətini üstündə olmayan Tanrı o almanı ora qoyarkən, bir də altına intriqalı bir söz qoyarkən,
bu almanı yeyən mənim qədər qüdrətli olacaq deyərkən, məqsədi təkcə qadının nəfsini yoxlamaq və yaxud sonsuz sevgidən yaratdığı Adəm və Həvvanın nəfsini yoxlamaq deyildi. Tanrının hər sözündə bir sehir var. Tanrının hər kəlamında dərin məna var. Bəzən o mənalar çox düz, bəzən isə çox dərin olar. Məyər sonsuz sevginin, qüdrətin sahibi Tanrı nə demək istəyirdi? Sadəcə Tanrının egosu var bəlkə. Öz egosunu bəsləmək istəyirdi. Ona inandırmaq istədilər. Qadının gücünü görməzdən gəlməmək üçün və yaxud görüb qorxduqları üçün ta varoluşdan bugünə bir Həvva suçu yüklədilər bizə. Bir Həvva günahını daşıdıq. Bəs görəsən həqiqət necə idi? O almanın sehri nə idi? Nə idi? Həvva. Həvva, qadın. Bu sözləri bugün sinonim tutacaq. Bilin ki, hər Həvva deyişində siz varsınız. Bilin ki, hər Həvva deyişində şəxsən sizə bir üzünü tuturam. Həvva. O sonsuz sevgidən yaradılmışdır. Onun üçün nəfs yox idi. Həvva sadəcə Tanrının mesajındakı dərinliyi anlamaq istəyirdi. O Tanrının sonsuz qüdrətinin necə olduğunu idrak etmək istəyirdi.